Azərbaycanın və Qəbələ İdman Klubunun təmsilçisi qarışıq döyüş növlərində çıxış edən Bəxtiyar Abbasov Ukraynanın paytaxtı Kiyevdə keçirilən Polad Döyüşçülər adlı döyüş gecəsində iştirak edib. 84 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi Ukraynalı Aleksandr Boyko olub. Peşəkar ringdə 21-ci döyüşündə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq birinci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib. Beləliklə, 5 ildən artıqdır peşəkar döyüşlərdə çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb. Дамы и господа, в весовой категории до 84 килограммов на 3-й минуте 15-й секунде удушающим приемом спереди победу одержал Bəxtiyar Abbasov! Azərbaycan! İdmançımız və onun komandası daha sonra Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporanın ofisində də olub. Aleksandr Boyko ilə döyüşdüm. 20 döyüşü var, təcrübəli idmançı idi. Amma ona baxmayaraq, yəni mən qələbə çaldım və sağ olsunlar, mən Qəbələ klubunda idmançısıyam və çox sağ olsun ki, buradakı Azərbaycanlılar da, diasporda hamısı köməkli eləyirlər, yəni təşkil oldular, mənəvi cəhətdən yəni, dəstək oldular bizə. Hər şeyə görə sağ olun, İnşallah ardı gəlsin. Bəxtiyar Boyovoy sambodan dünya çempionudur, Gürcüstan dünya çempionudur, Pankratondan dünya çempionudur. Yəni ciddi bir idmançı, yəni sportivni sambodan dünya çempionudur. Və biz buradan əlbəttə Bəxtiyardan qələbə gözləyirdik. Diasporanın da ora gəlməsi, idmançılarımıza dəstək olması bizi sevindirir. Və inşallah yəqin ki, bizim yolumuz buradan çox keçəcək. Yəni çox gəlib bu diasporanı və burada yaşayan Azərbaycanları sevindirəcək. Azərbaycanımızı və Qəbələ İdman Klubunu təmsil edirik. Qəbələ İdman Klubu bildiyiniz ki, əvvəl futbol klubu olub, hal-hazırda burada döyüş növləri bölmələrdə fəaliyyət göstərir. MMA-dan bizi Bəxtiyar Abbasov təmsil edir. Biz də bu KFC kampaniyasının dəvəti ilə burada hal-hazırda dünənki də döyüşdə yerli idmançı ilə döyüşdü Bəxtiyar. Bildiyimiz ki, o titullu idmançı idi. 20 peşəkar döyüşü var. Bunlardan 12-sini qələbə ilə başa vurmuşdu. Bəxtiyar da bu döyüşə yaxşı hazırlaşmışdı. Fiziki hazırlığın Qəbələdə başlamışdı, Qəbələ şəhərində. Texniki hazırlıqlarda Bakı şəhərində olmuşdu və şükür qələbə ilə Bakıya döndük. В принципе, считаю, турнир удался. Много ребят показало высокий уровень. Будем надеяться, что и впредь спортсмены будут нас удивлять. И нам очень приятно, что вот диаспора, азербайджанская диаспора в Украине приехали, поддержали своих спортсменов. Нам это было очень приятно. Много представителей диаспоры было во главе с Хикметом Джавадовым. И мне это очень приятно, что такие организации, можно так сказать, общественные, большие, как вот азербайджанская диаспора в Украине, тоже неравнодушны к таким событиям и особенно встречают и оказывают большое внимание тем спортсменам, которые приезжают с Азербайджана. И нам это очень приятно, чем больше организаций общественных будет уделять внимание спорту, тем еще сильнее спорт будет развиваться у нас в стране, за рубежом. И тем сильнее и лучше будут большие результаты у спортсменов.